Salam, hər vaxtınız xeyirli olsun. Dünya Televiziyasının dəyərli izləyiciləri. Biz bugün yenidən sizləri kəndimiz verilişindən Beyləqan rayonundan salamlayırıq. Bugün yolumuzu Yenimil qəsəbəsindən salacaq və bir kiçik bəyimizin toy məclisi ilə sizlərlə də tanış edəcək. İnşallah kəndimizin həm gözəlliklərini, həm dəyərli insanlarını təqdim etməklə toy adət-ənənələri ilə də tanış olacağıq. Dəyərli kəndimiz verilişinin tamaşaçıları, biz artıq Beyləqan rayonunun Talıbxanlı kəndindəyik. Bizim bir ağsaqqalımız sahib kişinin dəvəti ilə onun kiçik nəvəsi Ayxanın kiçik toyuna gəlmişik. İndi biz kəndimizlə də tanış olaq və inşallah yollanaq kiçik bəyimizin evinə. Dəyərli tamaşaçılarımız, biz bugün Beyləqan rayonunun Talıbxanlı kəndindəyik və bizim bir ağsaqqalımızın dəvəti ilə, sahib kişinin dəvəti ilə onun nəvəsinin bugün kiçik toy məclisi olacaq və inşallah biz öncədən də deyək, görüntüləri sizə təqdim edəcək, amma hal-hazırda bizim kiçik bəyimiz bizim yanımızdadır. Adı Ayxan. Ayxan gələcəyin xanıdır. Mən belə adı qoydum ona, Ayxan xan. Ayxan, necəsən? Yaxşı. Neçə yaşın var Ayxan? 8. 8. Bugün sənin kiçik toyundur da? Hə. Bu necə hissdir? Özün necə hiss eləyirsən bugün? Qəşəng. Qəşəng. Həmişə qəşəng olasan. Həmişə belə igid olasan, gələcəyin fəxri olasan. Bu sənin atan da bilirsən də 44 günlük Vətən müharibəsinin həm veteranıdır, iştirakçısıdır. Sən də ata kimi qəhrəman olmaq istəyirsən yəqin, hə? Necə hissdir? Ataya nə demək istəyirsən burada? Qəşəng. Ataya nə qəşəng? Yəni qəşəngdir, ata kimi qəşəng olmaq, igid olmaq istəyirsən, eləmi? Hə. Allah sənin arzularına çatdırsın. Bu da bizim gözəl kiçik şahzadə qızımız. Necəsən? Yaxşı. Maşallah, adın nədir?
Zəhra, sən qardaşın bugün toydur. Ona nə demək istəyirsən? Təbrik eləyirsən? Təbrik elə. Öp onda qaqanı bir. Ay maşallah. Allah sizi xoşbəxt eləsin, Allah sizi mehriban eləsin. Həmişə xoş günlərinizə gələk. Babanın gözü aydın olsun, nənəmizin gözü aydın olsun. Mən bəyimizin atasını bura dəvət eləyirəm. Gözünüz aydın olsun. İnşallah böyük toyun görəsiniz. Sizin kimi qəhrəman oğullarımızla biz də fəxr edirik ki, nə yaxşı ki varsınız. Allah həmişə elimizə, obamıza toylar qismət eləsin. Biz də gələk sevə-sevə iştirak edək, çəkək, xalqımızın, elimizin xoş günlərini görək. Baba gəlsin bir xeyir duasını versin. Bu günlərim nəvəmin kiçik toy məclisidir. Mən ona elə bir arzu edirəm ki, nəvəm böyüsün, oxusun, böyük iş sahibi olsun. Ona arzulayıram. Allah qoysa, böyük toyunda eləyərik, nəsib olsa. İnşallah. İnşallah. Bu böyük toyunda da iştirak eləyək. İştirak eləyərik, hə. Bizim nənəmiz gəlsin. Mən nəvəmin Bizə yaxın gəlsin. təbrik edirəm. Ona can sağlığı arzulayıram. Nənəmiz də gəlsin. Buyur, gözəl nənəmizin də arzularını Təbrik eləyirəm Ayxan balamı. 100 yaşasın, belə böyük başa çatandan olsun, atasının, anasının gözəl övladı olsun. Gün o gün olsun. Atasının böyük belə kiçik toy, böyük toyun görsün atası, anası. Gözləri aydın olsun atası ilə anasının. Siz də çox sağ ol, təşəkkür eləyirəm. Siz bizim bugünkü qapımıza gəlmisiniz. Allah sizi var eləsin, xoş gəlmisiniz, gələnəyiniz var olsun. Təbrik eləyirəm, belə hamımızı təbrik eləyirik. Nənəmiz maşallah çox gözəldir, göz dəyməsin. Çox sağ ol. Allah sizləri var eləsin. Allah var eləsin. Bayaqlar bizim balamız deyir ki, həm söhbət olduq, həm söhbət, bura gəl, sən bura gəl. Həm söhbət olduq, gəl qızım sən də. Həm söhbət olduq, deyir ki, mən polis olacam böyüyəndə. Sual verirəm, niyə? Ayxan, sən niyə polis olmaq istəyirsən? Oğullar, hızlıları tutmaq istəyirlər. Oğruları tutmaq istəyirsən sən. Maşallah, Allah səni qorusun. Sən də böyüyüb, bizim belə xalqımızın, dövlətimizin keşiyində qəşəng dur, qanunlarımızı qoru. Var olasan, təbrik eləyirəm mən də. Öpsün xala səni. Sən də xalanı öp. Maşallah. Bugün övladınızın kiçik toyudur. Yəqin ki, ən gözəl gündür. Hansı hisslər keçirdiniz? Sözlərlə ifadə olmayacaq qədər dərin. İnşallah hər zaman sədası daima yüksəklərdən gəlsin. Xoş günlərin görək hər zaman. Nənəsi, babası, əzizləri. Yəni Allah hər kəsin balalarını qorusun, bizimkilər də içində. Amin. Hər zaman xoş günlərin görək, sevinək. İnşallah. İnşallah qismət olur, böyük toyuna da Allah bizə gələrsiniz. qismət eləsin, gələk görək. Allah mübarək eləsin. Kimin sözü var? Sə buyura bilər. Kimin sözü varsa buyursun, təbrik eləsin. Kiçik bəyimizi. Mən də təbrik edirəm. Əvvəla xoş gəlmisiniz. Allah canınızı sağ eləsin. Həmişə toylarda olasınız. Mən də gözəl balamızı təbrik edirəm. Gün o gün olsun, böyük toy olsun. Atası kimi fəxrimiz olsun. Atası özü müharibə iştirakçıdır. 44 gündə də antiterrorda da iştirak edibdir. Medalları da var. Orada da sağ ol. Allah canınızı sağ eləsin. Sağ olun. Böyük toyuna gəlin. Sağ olun, gözəl sözlərə görə. Başqa söz demək istəyən varsa buyursun. Özü təqdim eləyin. Mən Ayxanın bibisiyəm, baldızımın nəvəsidir. Allah böyük işlərdən eləsin. Allah canı sağ eləsin, atasının, anasının fəxri olsun. Həmişə səsi ucalardan gəlsin. İnşallah. Xoş günlərin görək həmişə daima. Çox sağ olun. Gözəl sözlərə görə biz də təbriklərə qoşuluruq və Ayxan balamızı bir daha təbrik edirik.
Allah xoşbəxt eləsin. Sağ olun. Böyük toyların görəsiniz. Yeni qohumluğunuz mübarək olsun. Çok sağ olun. Var olun. Başacan olsun. Sağ olun. Kirvəsisiniz? Yok. Babası nə gözəl. Dəyərli tamaşaçılarımız, bizim kirvələrimiz də təşrif buyurdular. Düzdür, biraz gözlətdilər bizləri. Yəqin ki, onun da bir, necə deyim, bir səbəbi var. İndi səbəbini sonra açıqlayarlar. Amma hələ ki, mən elə sözü vermək istəyirəm bizim kirvəyə. Bəli, atasının anası gözü aydın olsun. İnşallah böyük toyun eləyərlər sağcanla. Allah hamısına can sağlığı versin. Allah uzun ömür versin. Amin. Bu qohumluq əbədi olsun, daim olsun deyək. Xeyirli olsun, həmişə uzun ömürlü olsun. Belə can deyib can eşidəsiniz inşallah. Mən bəyimizi bayaq danışdırdım. Maşallah çox aktiv bəyimiz var bizim. Maşallah olsun. Buyurun sizlər bir sözünüzü. Allah xeyir versin. Sahibin də, tüncələrin də gözü aydın olsun. Bu günləri nəvələri müsəlman olur. Bu ən gözəl bir işdir. Gün o gün olsun, əskəriyə getsin, atası kimi vətəni qorusun. Təbrik edirəm. Allah mehriban eləsin. Allah xeyir versin, mən nənəsiyəm. Nənəsi, maşallah bugün nə gözəl nənələr var, hamısı cavan-cavan, maşallah. Gözünüz aydın olsun, buyurun. Çox sağ ol. Böyük toyun görək inşallah. Analı, atalı böyüsün. Allah gözəl, bəxtəvər evladlardan eləsin. Vətənimizə, anasına, atasına xeyirli evlad olsun. Amin, amin. Biz də sizin arzularınıza qoşuluruq, təbrik eləyirik. Amin. Atası kimi uğurlu, vətən qoruyan olsun. Yaxşı oğlan olsun, gün o gün olsun. Böyük toy. Gözəl gündür, hamısı sevincdəndir. Biz də yenə deyirəm, bir daha bütün təbriklərə qoşuluruq. Azərbaycanımıza, elimizə, obamıza toy büsat yaraşır. Həmişə elimizə elə gözəl günlər qismət olsun, xoş günlər qismət olsun. Bir daha mübarək olsun. Biz də təbrik edirik. Gün o gün olsun ki, böyük toyuna yığışsınlar. Qohum əqrəbə, bütün hamı babaları, hamısını təbrik eləyirəm. Buyurun siz. Gözler aydın olsun, gün o gün olsun. Şükür bugüne ki Ayxan'ın küçük toyunu gördük. Gün o gün olsun, böyük toyunu da görək inşallah. Atasına, anasına layıqlı evlad olsun. Bir daha mübarəkdir, təbrik edirik. Təbrik edirəm qardaşım oğluna, qardaşım da ailəsi ilə birlikdə. Gün o gün olsun, böyük toyunda yığışaq. İnşallah, inşallah, inşallah.
biridir. Ben bugün münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Öz fəaliyyətini göstərəcək Ramile Ateş'in rəhbərliyi altında. Hoş gördük Dünya TV'nin çəkiliş qrupu. Var olun deyirəm. Və bu gözəl məclisin aparıcısı, saz ifaçısı, özüm İsmail Beyləqanlı. Olsun ki Ayxan balamızın böyük toyunda və Allah sizlərə hər birinize ömür versin. Elə iştirak edəyim inşallah. Buyursan. Qalan qonaqlara xoş gəldin deyirəm. O gün olsun bizə gedək onların qaplarında belə yağ içək. Hoş gəliblər. Allah canlarına dəyməsin, ömrümüz eləsin. Sağ olun. Hoş gəliblər. Onun da uzun ömür, can sağlığı, yaxın ömürlərində kirvəsidir, öz babasıdır, dayısıdır. Allah canlarını sağ eləsin, salamat olsun, yaxşı oğullardan olsun, atası kimi vətənimizə xidmət eləsin. Allah mehriban eləsin, gələcəyin əskəridir, sağ-salamat olsun. İnşallah böyük oyun görək. Atasına, anasına xeyir vermək olsun. Maksud, təbrik edirəm bu gözəl kirvəçiliyinizi. Allah sıvar eləsin, mərhudar eləsin. Gün olsun ki, o gözəl balamızın böyük toyunda birlikdə inşallah işləmeliyiz. Buyurun. Bana hoş geldiniz deyirəm.